Mir Cəlal, dostumun qonaqlığı, təsadüf, hekayə. Kənddə tanışlarımdan birinin evində Mirzə Qulamla tanış oldum. O şəhərdən gəlmişdi. Deməyinə görə istəkli dostunun ailəsi ilə bir yaylaq yerinə getmək istəyirdi. Onu vəkil eləmişdi ki, get, yer seç, ev tut, mənə xəbər ver. Nədənsə Mirzə Qulam mənə çox hörmət eləyirdi. İlk tanışlığımız olsa da, uzun illərin dostu, yaxın qohum kimi danışırdı. Mən onun hər sözünə bəli deyirdim. Lakin söhbətimizi uzatmaq istəmirdim. O yəqin bunu hiss etmişdi. Səsini dəyişdi, mənə yaxınlaşıb yavaşcadan dedi. Qardaş oğluma baş ağrısı vermirəm ki. Yox, dedim. Xoşdur, söhbətinizə qulaq asıram. Mənim bu sözüm ona cəsarət verdi. Özünə xam məclis tapmış hoqqabazlar kimi sevinə-sevinə danışdı. Böyük bir müqəddimə ilə başladı. Sizləri görəndə, sizin kimi irəli gedən cavanları görəndə elə bilirəm öz oğlumu, öz kiçik qardaşımı görürəm. Qardaş oğlunun canına and olsun. Sənin canına yalandan and içmərəm. Məni qəbrə öz əlinlə qoyasan əgər yalan deyirəmsə. Sənin kimi müəllimləri görəndə ürəyim dağlar boyda böyüyür. Çünki görürəm siz kultura barəsində, maarif barəsində, elm, irfan barəsində doğrudan da mərhaba çalışırsınız. Halal olsun Sovet hökumətinin sizə verdiyi çörək. Halal olsun sizə çəkilən zəhmət. Mirzə Qulam danışırdı. Ev yiyəsi bizi bostana yemiş qarpız yeməyə çağırdı. Mən ev yiyəsini əkləyib, becərib yetirdiyi dirriyə tamaşa edirdim. Gömgöy kəvər, nanə, reyhan ləklərini, uzun yemiş tağlarını, tağlardakı yemişləri gördükcə baxmağım gəlirdi. Mənim fikrim zəhmət sevən, səliqə sevən təsərrüfatçı kəndlilərdə idi. Mirzə Qulam isə danışırdı. O elmin xeyirli şey olduğundan, oxumağın lüzumundan, özünün qocalmağına baxmayaraq dərsi artan həvəsindən, çoxdan mənim kimi bir dost axtarmağından deyirdi. Ev yiyəsi görünür onun xasiyyətini bilirdi, səsləndi. Mirzə, qonaq yorma. Sənin çəninə hər adam dözə bilməz axı. Mirzə ev yiyəsinin sözünü zarafat sayıb güldü. Ələkbər dedi. Sənin bu qonağın lap mənim ürəyimə yatan oğlanmış. Asaq olmuş. Bizi nə üçün indiyəcən tanış eləməmsən? Söhbətimiz elə tutur ki, gəl gör. Ev yiyəsinin başqa qonaqları da vardı. Hamı evin qabağında qoyulan və üstünə xalça salınan taxta əyləşdi. Yemiş kəsib dilimlədilər. Qonaqlar yemiş yeyirdi. Mirzə Qulam danışırdı. Ancaq indi onun sözünə qulaq asan azdı. Ona görə də danışanda mənim üzümə baxırdı. Mən başıma aşağı salırdım. Mən tələsirdim. Qalxıb gedəndə Mirzə Qulam ev yiyəsi ilə bərabər bir 40-50 addım məni post yoluna qədər ötürdü. Addım başı elmdən, mərifətdən, səxavətdən, sədaqətdən dəm vurdu. Əlimi sıxıb ayrılanda söhbətini yarımçıq qaldığına heyfsləndi. Çox xahiş etdi ki, şəhərə gedəndə mütləq onu axtarıb tapım. Adresini də dedi. Xahiş elədi ki, dəftərimin qulağına yazım. Yadımda qalar, dedim. Arxayın olun. Ayrılandan sonra daha mən Mirzə Qulamı görmürdüm və tamamilə unutmuşdum. 1930-cu ilin yayında təzəcə tətilə çıxmışdım. Yay maaşını da almışdım. Cibim dolu, kefim saz idi. Gürcüstan kurortlarından birinə istirahətə getməyə hazırlaşırdım. Şəhərə gəlmişdim. Balaca, səliqəli, sulu, ağaclı, bağlı bağçalı rayon şəhəri yay vaxtı yaxşı olur. Dostaşına hər tərəfdən məzuniyyət alıb gəlir. Yar yoldaşla görüşüb əhvallaşırsan, şəhər bağının sərin, musiqili, şənlik axşamlarında gəzirsən. Acmışdım. Yeməkxanaya nahar etməyə gedirdim. Fikrimdə tutmuşdum ki, gedib naharımı yeyərəm, qayıdıb mehmanxanada bir saat istirahət edərəm, axşam geyinib keçinib yoldaşlarımla vədələşdiyim yerə kluba gedərəm. Bir orta boylu, qara paltar adamın qarşımda durduğunu hiss etdim. O dümdüz dayanmışdı. Bığlarının altında yüngülcə qımışırdı. Əlini də mənə tərəf uzatmışdı. Xoş gördük, ay etibarsız qırışmal, deyə dilləndi. Mən ilk baxışımda onu tanımadım. O əlimi sıxdı. Bir əli ilə də çiynimdən tutub silkələdi və qayımdan dedi. Hələ elə olar. Daha Mirzə Qulam dayını tanımazsan. Böyüklüyün xasiyyəti belədir. Səndə günah yoxdur. Adını çəkəndə 3 il bundan əvvəl kənddəki görüşümüz, Mirzə Qulamla söhbətimiz yadıma düşdü. İstər-istəməz əhvalını soruşdum. Necəsiniz, kefiniz, damağınız? Mirzə Qulam cavab vermək əvəzinə soruşdu. Bəs harda düşmüşsən? Bu yaxında mehmanxanada. Bunu deyəndə Mirzə geri çəkildi. Mənə bir tünd baxdı. Necə yəni mehmanxanada? Necəsi zadsız, yerim də rahatdır. Mirzə bərkdən dedi. Bəyəm mən ölmüşəm? Bəyəm mənim evim eşim yoxdur ki, gəlib ayrı yerdə qalasan? Təvavütü nədir, dedim. Ay Mirzə, 1-2 gün qalacağım. Nə eybi var? Çox eybi var. Adam olana. Mən öz payımı deyirəm. Çox eyibdir.
Təvəqqə eləyirəm, bunu mənə dedin, daha bir kəsə deməyəsən. Mən də özümə görə bir adamam axı. Mənim də dostum var, düşmənim var. Sabah şəhərdə biri desə ki, Mirzə Qulamın dostu filan kəs gəlib qəsdində gecələyir, onda daha mən gərək el içinə çıxmayım. Eyibdir. Boynunu al qardaş oğlu. Çox eyib iş görmüsən. Gedək evə. Mirzə Qulam qolumdan tutub məni evə sarı çəkəndə dayandım. Fikirləşdim ki, qonaqpərəstlik buralarda çox olsa da, hər evə getmək yaxşı deyil. Bəlkə kasıb adamdır. Niyə xərcə salım? Nə lazımdır? Bəhanə gətirib ayrılmaq istədim. Mirzə Qulam daha da möhkəm yapışdı. Bu da kənd deyil ki, söhbətimizi yarımçıq qoyasan. Bu can ölsün ki, səni əldən buraxdı yoxdur. O qolumdan çəkdi, gedəsi oldum. Özüm də bərk acımışdım. Gəl, dedim, Mirzə, aşxanada nahar eləyək, söhbətə evə gedək. Mirzə yenə üzümə tərs-tərs baxdı. Bir müddət dinmədi. Sonra başını aşağı salıb dedi. Elə zarafatları bir yana qoy ki, aramız dəyər. Xarabamızda sənin qarnını doydurmaq üçün bir tikə çörək tapılar. Mən onun acıqlandığını görüb bir söz demədim. Yanına düşüb getdim. Qoy, dedim, qəlbi sınmasın. Mirzə Qulam məni bir qəssab dükanın qabağına apardı. Bığı xınalı, dəvərəgöz bir qəssab kötüyün üstündə ət doğrayırdı. Mirzə Qulam məni ona göstərib dedi. Məhəmməd Həsən, bizim bu oğlana bir 3-4 kilo. Bunu deyib Mirzə Qulam mənə tərəf döndü. Nə deyirsən qardaş oğlu? 4 kilo azlıq eləməz ki? Yox, dedim, bəs elər. Mirzə yenə üzünü qəssaba tutdu və barmağı ilə mənə işarə elədi. Bizim bu oğlana bir 4 kilo kabablıq erkək əti ver. Məhəmməd Həsən, xatır üçün əməlli başlı elə, yağlı tikəsi çox olsun. Çünki bizim bu qardaş oğlu şəhərimizdə qonaqdır. Qəssab kənardan asılan ətləri bir-bir göstərib məndən soruşdu. Bu necədir? Burasını bəyənirsinizsə kəsim? Mən razılıq verdim. Qəssab əti çəkib 2 əlli tərəzidən götürdü, mənə tərəf gəldi, Mirzə məndən soruşdu. Qapıdan zaddan nə tər eləyək? Mən əlimdə bükülmüş qəzeti verdim. O əti qəzetə bükməkdə idi, qəssab mənim üzümə baxırdı. Baxdı və dedi. 11, elər 22, o da 22, cəmisi 44 manat. Düz 44 manat. Mən tez əlimi cibimə atıb, ətin pulunu verdim, Mirzə Qulam əti götürdü, çıxdıq. Lavaşçı dükanına çatanda Mirzə Qulam gülümsəyərək dedi. Kababla bir üstə lavaşın ayrı ləzzət olur. Bəli, dedim, ləzzətli olar. Mən cavabımı qurtarmamış, Mirzə Qulam lavaşçıya dedi. Bizim bu oğlana bir 5 kilo ağ lavaş ver. Bir üstə olsun. Mirzə məndən soruşdu. 5 kilo azlıq eləməz ki? Bəsimizdir, dedim. Neçə adamıq ki? Söz arası neçə adamıq deyə soruşmaqda mənim məqsədim vardı. Bilmək istəyirdim görüm Mirzənin daha neçə nəfər qonağı var. Mirzə buna cavab vermədi. Lavaşı çəkdirib qoltuğuma vurdu. Mən pulunu verdim, qayıtdıq. Bazarın başından ötəndə Mirzə içki dükanına girdi. Stolun dalında bir cavan oğlan dururdu. Mirzə onunla ermənicə danışdı. Sonra məni göstərib dedi. Bizim bu oğlana bir 5-6 butulka araq, çaxır ver. Lap əlasından ver. Özü də cür ver. Məclisi rəngarəng eləyən olsun. Cavan oğlan göstərdikcə Mirzə seçdi. Şüşələri də lavaşın üstündən qoltuğuma yığdı. Mən içkinin də pulunu verdim, çıxdıq. Mirzə Qulam geriyə döndü, qolumdan çəkdi. Yadımızdan çıxıb, dedi. Burada bir yaxşı qənnadı dükanı var. Ətirli konfetlərdən keçmək insafdan deyil. Mən konfet xoşlamadığımı dedim. Mirzə başa saldı ki, konfeti yalxı yeməzlər, ancaq uşaqlar elə yeyər. Amma məclisdə içki ilə, kef damaqla ayrı ləzzəti var. Xanımlar konfetsiz adama kəlmə verib kəlmə almazlar. Anladım ki, Mirzənin nahar üçün deyəsən böyük məclis olacaqdır. Tədarükünə mane olmaq yaxşı deyil. Konfetin də pulunu verib çıxanda cibimə fikir verdim. Pulum azalmışdı. Axşam yeməyinə və mehmanxanaçıya bir gecəlik mənzil pulu verməyə ancaq çatardı. Bir də fikirləşdim ki, Mirzə Qulam qanacaqlı adam oxşayır. Nə bilirsən, bəlkə mən xərclədiyim pulların hesabını saxlayır. Bəlkə evə çatan kimi ovcuma sayacaq. Bəlkə kişi hazırlıqsız bazara çıxıbmış. Məni gördü, qonaqlıq fikrinə düşdü. Puldan ötürü bir də evə getməmək üçün mənim xərcləməyimə razı oldu. Evdə qaytaracaqdır. Bu fikirlərlə məşğul idim. Mirzənin səsi gəldi. Fayton, bəri sür. Uzun ətək, gödərək faytonçu lap yanımıza səkinin qırağına sürdü. Mirzə məni göstərib dedi. Bizim bu oğlanın xatırını elə sürərsən ki, tozun da görünməsin. Biz faytona oturduq. Mirzə çaparaq gedən faytonun sürətində nəşələnərək deyirdi. Andıra evimiz bir balaca şəhərdən qıraqdır. Həmişə faytonla gedirəm. Tanış faytonçumuz var, ancaq bu gün xəstədir. Bir damaqlı oğlandır. Evə çatanda Mirzə Qulam şeyləri qoltuğuna vurub tez faytondan düşdü.
Həyətə girdi, mən faytonçuya bir beşlik verdim, razı olmadı, azdır dedi. Bir üçlük də verdim, sağ ol da demədi, sürüb getdi. Fayton gedən kimi Mirzə alçaq və nazik torpaq divarlı həyətin köhnə, işdən düşmüş qapısını açıb içəridən çağırdı. Buyur gəl. Mən içəri girdim. Balaca su arxının yanlarında əkilmiş qızılgül, ərik, armud ağaclarının arasından keçdik. Mirzə Qulamın evinə girdik. Saat 5 ya 6'nın yarısı olardı. Yorulmuşdum. Azlıq məni dildən salmışdı. Tez stul çəkib oturdum. Mirzə şeyləri o birisi otağa apardı. Təxminən bir 10 dəqiqə heç bir səs sadə eşitmədim. Darıxdığımdan azımdan yenə saata baxdım. Yoldaşlarımla axşam görüşünə vədə verdiyim vaxt keçmişdi. Yəqin onlar 5-10 dəqiqə məni gözləyəcək, pərt olacaq, dalımca deyinəcək, çıxıb gedəcəklər. Nəysə, bu Mirzənin, mənim bu təzə dostumun naharı çox uzun çəkdi. Mən başı aşağı əlimdəki saatın əqrəbinə baxır, vaxtımı keçirirdim. Mirzə Qulam tələsik içəri girdi. Ay filankəs, dedi. Oradan cibindən bir 15 manat da mənə ver. Vacib iş var, bu saat gəlirəm. Mən lap məəttəl qaldım. Bu pulsuz vaxtımda Mirzənin kisəmə daş atmağına müəyyən məna verə bilmədim. Fikirləşməyə vaxt yox idi. Mirzə başımın üstünü kəsmişdi, tələşdirirdi. Bircə mən ölüm, tez ol ki, vacib iş var, bu saat gəlirəm. O bu sözlər ilə qəti, elə ərklə, elə etibarla deyirdi ki, hər kəs olsa cibini boşaldıb var yoxunu verərdi. Mən onun dəmdəstgah düzəltdiyini, nə təhər olmuşsa pulunun çatışmadığını zənn etdim, əsirgəyə bilmədim. Cibimdə qalan son 20'liyi çıxardıb verdim. Mirzə 20'lik olduğuna daha çox heyfsiləndiyimi duyduğu üçün dedi. Eybi yoxdur, 5 manatını qaytarar, tez o görüm. Pul əlimdən qapıb, küçə qapısına tərəf qaçdı. Mən acılıqdan, əsəbilikdən, taqətsizlikdən otura bilmədim. Qəbahət sayılsa da yük yerindən balınc alıb palazın üstünə atdım və uzanıb dirsəkləndim. Mirzədən səs çıxmadı. Saat 7'ye işləyirdi, lap içim üzülmüşdü. Bu saat kebab, qovurma ya da bozbaş iğni məni vuracağını, o bir otaqdan samavar cızıltısının başlanacağını, Mirzənin başqa qonaqlarını bir-bir gəlib çıxacağını, ev sahibinin məndən üzr istəyəcəyini, geniş və iştahalı bir süfrə açacağını güman edirdim. Gözüm qapıda, qulağım səsdə idi. Nədənsə həyətdə bir ölüm sükutu hökm sürürdü. Mən təəccüb elədim. Deyəsən Mirzənin xörəyi başqa yerdə hazırlanır. Deyəsən heç bu həyətdə adam yoxdur. Bəlkə qonaqlar başqa həyətə, başqa otağa yığılmışlar. Bəlkə Mirzənin başı bərk qarışmışdır. Mən yaddan çıxmışam. Pəncərədən boylanıb həyətə baxanda arxın bulanıq suyundan, divar dibində eşələnən toyuqdan, əncir ağacının altında yatan ağ pişikdən başqa bir şey görmədim. Yan otağın qapısında da kimsə yox idi. O otaqla mən olan otağın arasında 2 taylı qapı vardı. Qapıya yanaşıb, qorxa-qorxa açar yerindən baxdım. Diqqətlə baxdım. Qapı ağzında çömbəlib oturan, corab toxuyan bir qadın gördüm. Daha başqa adam yox idi. Görəsən bu kimdir? Mirzənin arvadıdırsa, bəs nə üçün belə arxayındır? Qonşudursa nə üçün Mirzə şeyləri o ev apardı? Qulluqçudursa gərək bu saat əldə amanda ola, hazırlıq görəm. Mən donub qalmışdım. Dedim, bəlkə o mənim burada olduğumu bilmir. Qoy bir səs salım görüm nə olur. Əvvəl yavaş, sonradan bərk öskürdüm. Qulaq astım görüm qadın nə deyəcək. Bir səs gəlmədi. Açar yerindən baxdım, qadın öz işində idi, ip corab toxuyurdu. Deyəsən o qadın ağac altında yatan pişik, sarı toyuq, evi bürüyən sükut, həyatda hiss olunan arxayınlıq, hər şey tox idi, yuxulayıb rahatlanırdı. Mən isə bütün əsəbiliyimlə, hirsimlə, acılığımla, qaranlıq bir səhər güzəştə düşmüş kimi çaşıb qalmışdım. Nə dinə bilirdim, nə otura bilirdim, nə də dura bilirdim. Belə yerdə səbrə, utancaqlığa, xatir hörmətə lənət oxudum. Eyvana çıxdım, qadına soruşdum. Bacı, Mirzə hara getdi? Qadın özünü yığışdırdı, örpəyini çəkib, başını aşağı saldı. Nazik səslə cavab verdi. Bir söz deməyib, nə bilim. Siz onun əyalı deyilsiniz. Onun başı batsın. Evdəkilərə sözmü deyər? Kim bilsin, harda indi başı qumara çaxara qızışıb. Bəs gec gələr? Nə deyim ay qardaş? Başı qızışsa, getdi gecə yarısına. Nə işiniz var idi? Mən qadının bu qəribə sualına cavab tapa bilmədim. Heç, dedim. Ürəyim onu çox istəyir. Qadın dinmədi. Mən kör peşman qalxıb evdən çıxdım. Uzaq, tozlu, qaranlıq yolları ac qarına yürə-yürə güc bəla ilə özümü mehmanxanaya saldım. Odur budur Mirzə Qulam gözümə görünmür. Görünmür ki soruşam. Dostum, 20'likdən qalan 5 manatı neylədin?